Hər şey uşaqlıqdan başlayan ağır alçaldılmalar, dərin psixoloji sarsıntılar və bir ailənin daxilində yaşanan qorxunc şübhələrlə addım-addım başladı. Bakının Binəqədi rayonunda yaşanan bu hadisə sonradan Azərbaycan mətbuatını sarsıdacaq dəhşətli bir dramın pərdəsini açacaqdı. 6 fərqli qadınla qeyri-rəsmi həyat sürən bir ata və onun illərlə daxilində nifrət bəsləyən öz doğma oğlu. Qaranlıq otaqda qəfildən parıldayan soyuq bir bıçaq və endirilən tam 13 zərbə. Lakin heç kim təsəvvür edə bilməzdi ki, atanın vəfat etməsi ilə nəticələnən bu qorxunc cinayətin sonunda məhkəmə zalından hər kəsi şoka salacaq bir qərar çıxacaqdı. Bu tükürpədici cinayət hadisəsinin kökləri 2023-cü ilin may ayına dayanırdı. 1965-ci il təvəllüdlü Etibar Abbasov həyat yoldaşından boşandıqdan sonra iddialara görə fərqli zamanlarda 6 qadınla qeyri-rəsmi münasibətdə yaşamışdı. Onun 1990-cı il təvəllüdlü oğlu Azər isə uşaqlıqdan bəri atasından daim təhqirlər gördüyünü, onun tərəfindən dəli adı ilə dispanserə yerləşdirildiyini iddia edirdi. Bu psixoloji təzyiqlər gənc adamın beynində addım-addım böyüyən qorxunc bir qisas ssenarisinə çevrildi. Atasının onu öz evindən uzaqlaşdırması və günlərlə küçələrdə ac-susuz qalması isə illərlə yığılan bu nifrət bombasını partlatmaq üçün son qığılcım olur. Təqvim 2023-cü il may ayının 10-unu göstərirdi. Saat 18 radələrində Azər cibindəki son telefonunu sataraq atasının həyatına son qoymaq məqsədi ilə Biləcərdəki evə gəlir. Otağa daxil olan kimi Azər yatağın üzərində olan atasının yaxasından yapışır və onun həyatına son qoymaq istəyir. Atası can havalı ilə müqavimət göstərsə də, Azərin gözü tamamilə dönmüşdü və bununla da Azər atasının həyatına son qoyur. Daha sonra Azər heç nə olmamış kimi evdən çıxır. Əvvəlcə namaz qılmaq üçün bir ticarət mərkəzinə, daha sonra isə bir kafeyə gedir. Ertəsi gün polis əməkdaşları kafeyə daxil olanda o hələ də tamamilə soyuqqanlı idi. Məhkəmə zalında səslənən ifadələr və ortaya çıxan gizli detallar hər kəsin qanını dondurdu. Azər məhkəmədə atasını qeyri-etik və dəhşətli əməllərdə ittiham edərək, törətdiyi əməldən əsla peşman olmadığını var gücü ilə qışqırdı. Lakin işin ən böyük dönüş nöqtəsi tibbi ekspertizanın rəyi ilə ortaya çıxdı. Məlum oldu ki, gənc oğlan əslində uzun müddətdir xroniki gedişli ağır bir psixi patologiyadan, paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. O hadisə anında öz hərəkətlərinin ictimai təhlükəsizliyini dərk edəcək vəziyyətdə olmayıb və məhkəmə hər kəsi heyrətdə qoyan o yekun hökmünü verdi. Azər Abbasov cinayəti tamamilə anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edildi və həbsxanaya deyil, məcburi psixi müalicəyə göndərilməsinə qərar verildi. Əziz izləyicilər, fikirlərinizi mütləq şərhlərdə yazın, birlikdə müzakirə edək. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək salamat qalın.